Artıq bildiyiniz kimi dünən məhkəmə müxalifət lideri Əli Kərimlinin istintaqını və uyğun olaraq həbs müddətini də daha 4 ay artırmaqla bağlı qərar verdi. Öncə Əli bəyin bu artırılmış həbs müddəti ilə bağlı özünün münasibətini deyim, o barəsində seçilmiş həbs qəti imkan tədbirinin uzadılmasına ailəsi vasitəsilə belə münasibət bildirib. Mənim həbs müddətim tamamilə əsassız şəkildə 4 ay artırılıb, halbuki heç bir cinayət hadisəsi olmayıb və heç bir istintaq hərəkəti də aparılmır. Yalnız İlham Əliyevin tapşırığı ilə məni siyasi mühitdən və siyasi rəqabətdən kənarlaşdırırlar. Çünki o, məni siyasi mühitdə görmək və mənimlə qarşılaşmaq istəmir. Onun sifarişi ilə məni mümkün qədər uzun müddət həbsdə saxlamağa çalışırlar. Bu prosesdə heç bir şəkildə hüquq iştirak etmir. Bu 100% siyasi qərardır. Həbsimin heç bir hüquqi əsası olmadan uzadılması və paralel olaraq xalq cəbhəsi fəallarına qarşı həbslərin getdikcə artması rejimin başqa bir məqsədini də ortaya qoyur. Məqsəd məni təcrid etməklə partiyanın strukturlarını sarsıtmaq və avtoritarizmlə diktaturaya keçid qarşısında yeganə müqavimət mərkəzi olan təşkilatı neytrallaşdırmaqdır. Bu baxımdan həm beynəlxalq ictimaiyyət, həm də Azərbaycan xalqı fərqində olmalıdır ki, rejimə qarşı əsas müqavimət ünvanı olan xalq cəbhəsini qorumaq indi ən vacib vəzifələrdən biridir. Daha sonra onu da bildirmək istəyirəm ki, Əli Kərimli həbs edildikdən sonra da dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir. Bu müddət ərzində o və onun həbsi ilə bağlı məsələlər Avropanın ən nüfuzlu qəzetlərində, televiziya kanallarında geniş işıqlandırılır. Bu proses isə əlbəttə get-gedə genişlənərək davam edəcək. Əli Kərimlinin həbsi ilə bağlı xəbərlər isə dünya mətbuatında sadəcə bir siyasi liderə qarşı repressiya kimi təqdim edilmir, Qafqazın bir ölkəsində diktaturanın hansı iğrənc prosesləri apardığı kimi təqdim edilir. Yəni, bu bir mənalı olaraq belədir ki, Əliyev rejimi Əli Kərimlini həbs etməklə özünü bütün dünyanın gözündə Lukashenko, Putin, Türkmen başı kimi negativ tiplərin sırasına dürtməkdədir.